tanıdığımız nə qədər insanlar torpaq altındadır. Nə qədər insanları dəfn etdik, getdik, iştirak elədik. Yaxınlarımız idi, əzizlərimiz idi, dostlarımız idi. Bir anlıq bir dayanaq özümüzə sual verək də. Bu il bitirir. Bir il ərzində mən nə işlər gördüm? Nə qədər insanların qəlbini sındırmışam? Nə qədər insanlara sözlə yara vurmuşam? Ailəmdə həyat yoldaşımı incitmişəm, övladımı incitmişəm, atamı, anamı axtarmamışam. Dünyadadılarsa ziyarət etməmişəm, dünyadan köçübsə qəbrinə getməmişəm. Nə qədər haqlar yemişəm, nə qədər insanların haqqına girdim. Özümü haqlı çıxartmaq üçün nə qədər haqlar yedim, nə qədər qəlblər qırdım. Bilirsiniz də, insanın qəlbi Kəbə evindən də hörmətlidir. Amma biz öz xeyrimizə biraz əsəbləşən kimi bunu unuduruq. Bir dənə özümüzü haqlı göstərəcək deyə nə qədər haqlar yemişik. Haqsızlıqlar elədik, nə qədər insanları incitdik. Bir gün bizlər də bu torpağın altına gedəcəyik də. Orada bizə sual verəcəklər. Haqqa girdin, haqq yedin, qəlb qırdın, özü yaxşılıq elədin. İnsanları sevindirdin, qəlblər düzəltdin, hansını eləmişsən? Gəlin orada cavab ver. Qəlb qırmısansa, vallahi, billahi bu dünyada halallıq almadan köçsən, ahirətin çox çətindir. Amma xoş hal və qəlb sevindirmisənsə, inanın bu sözümü tam səmimiyyətlə deyirəm. Qəlb sevindirmisənsə, ahirətin gündə o sevindirdiyin qəlb var ha, sənin günahlarının bağışlanmasına səbəb olacaq. Gözəl günlərdə qarşıdan bayram günləri gəlir. Kimə qarşı kim bəsləyir ya, gedək onları bağışlayaq. Kimləri incitmişik, haqqına girmişik, gedək halallıq alaq. Valideynlərimizi axtaraq, ziyarət eləyək. Halını soruşmadığımız nə qədər insanlar var, gedək onları ziyarət elə. Nə qədər kimsəsizlər var, gözləri yoldadır. Heç kimləri yoxdur da. Bizlər gedək onları ziyarət eləyək, onları sevindirək. And ola biz yaradana, insana qalan bu gözəl əməllər olacaq.